Hər kəsə salam. Bilirsiniz, bəzən məhkəmə prosesinin gedişində elə anlar olur ki, kaş zamanı dayandırmaq üçün bir fasilə düyməmiz olaydı deyirsən. Yəni elə bir düymə ki, son qərar çıxana qədər hər şeyi olduğu kimi saxlasın, hüquqlarımızı qorusun. Bax, bugün biz məhz bu güclü hüquqi alətdən danışacağıq. Müvəqqəti təminat tədbirindən. Yaxşı, bəs bu fasilə düyməsini necə işə salmaq olar? Gəlin yol xəritəmizə nəzər salaq. Əvvəlcə, hansı hallarda hüquqlarımızın təhlükədə sayıldığını aydınlaşdıracağıq. Sonra bu tədbirin özünün nə demək olduğunu dərindən öyrənəcəyik və görək məhkəmə bizdən nə tələb edir. Daha sonra çox vacib bir prinsipə, yəni mütənasibliyə toxunacağıq. Sonda isə effektiv bir müraciət üçün konkret praktiki məsləhətlərlə söhbətimizi yekunlaşdıracağıq. Deməli, hər şey təcili bir problemdən başlayır. Təsəvvür edin ki, siz öz haqqlılığınıza əminsiniz. Amma məhkəmə prosesləri bilirsiniz ki, bəzən uzanır. Və bu müddət ərzində qarşı tərəfin atacağı bircə addım bütün mübarizənizi, bütün səylərinizi heçə endirə bilər. Bax, belə vəziyyətlərdə hər saniyənin, hər dəqiqənin qızıl qədər dəyəri var. Bu həqiqətən də çox real bir təhlükədir. Bir anlıq düşünün. Aylarla, bəlkə də illərlə davam edən məhkəməni udursunuz, amma sonda məlum olur ki, o mübahisəli ev və ya torpaq sahəsi artıq çoxdan başqasına satılıb. Yaxşı, bu qələbənin nə mənası qaldı ki? Çünki praktikada o satılmış əmlakı geri qaytarmaq inanılmaz dərəcədə çətin, hətta çox vaxt mümkünsüz olur. Beləcə bütün proses boşuna gedir. Bəs həqiqətənmi bunun bir çarəsi yoxdur? Əlbəttə ki var. Xoşbəxtlikdən hüquq sistemi bu cür necə deyərlər, oyun bitmədən qaydaları pozma cəhdlərinin qarşısını almaq üçün çox təsirli bir mexanizm yaradıb. İndi gəlin problemdən birbaşa həllin özünə keçək və bu hüquqi fasilə düyməsinin rəsmi adının nə olduğuna baxaq. Bəli, adı belə bir, müvəqqəti təminat tədbiri. Adı biraz rəsmi səslənsə də, mahiyyəti çox sadədir. Məhkəmə bu vasitə ilə sanki mövcud vəziyyəti dondurur. Bu, sizin gələcəkdə qazanacağınız qələbənin sadəcə bir kağız parçası olaraq qalmamasını, real həyatda da icra edilə bilməsini təmin edən bir zəmanətdir. Amma onu da deyim ki, bu zəmanəti əldə etmək elə də asan məsələ deyil. Məhkəmə bu qədər güclü bir aləti sizə avtomatik olaraq sadəcə xahiş etdiyiniz üçün verməyəcək. Yox, o fasilə düyməsini basa bilmək üçün hakimi inandırmalısınız. Bunun üçün isə ikiyə əsas, fundamental sınaqdan keçmək lazımdır. Gəlin görək, bu sınaqlar nədən ibarətdir? Yəni, məhkəməyə sadəcə mən narahatam demək əsla kifayət deyil. Birincisi, niyə bu işin təcili olduğunu konkret sübutlarla göstərməlisiniz? Hansı geri dönməz zərər yarana bilər? Bunu əsaslandırmalısınız. İkincisi isə, ümumiyyətlə iddianızın özünün havadan götürülmədiyini göstərməlisiniz. Əlinizdə işi udmaq potensialınızın olduğunu göstərən ilkin, amma tutarlı sübutlarınız olmalıdır. Qısası, sübut yükü tamamilə sizin üzərinizdədir. Baxın, burada çox incə bir nüans var. Məhkəmə bu mərhələdə işin bütün dərinliyinə getmir. Bu, hələ ki əsas məhkəmə prosesi deyil. Bu, sadəcə bir ilkin yoxlama kimidir. Amma bu ilkin yoxlamadan keçmək üçün təqdim etdiyiniz dəlillər o qədər inandırıcı olmalıdır ki, hakimdə sizin əsas məhkəməni udma ehtimalınızın yüksək olduğuna dair bir fikir formalaşsın. Və indi gəlib çıxırıq işin ən həssas nöqtəsinə, ədalət tərəzisinə. Məhkəmə bu qərarı verərkən təkcə sizi düşünmür. O, tərəzinin bir gözünə sizin qorunmalı olan hüquqlarınızı, digər gözünə isə qarşı tərəfin bu tədbir nəticəsində məhdudlaşdırılan hüquqlarını qoyur və bu balans mütləq qorunmalıdır. Başqa cür desək, sizin bir haqqınızı qorumaq üçün atılan addım qarşı tərəfə qeyri-mütənasib zərər verməməlidir. Onu iflic vəziyyətinə salmamalıdır. Çox sadə bir misal. Deyək ki, 1000 manatlıq bir borc mübahisəsi var. Bu borca görə milyonlarla manatlıq dövriyyəsi olan bir şirkətin bütün bank hesablarına həbs qoymaq əlbəttə ki, ədalətli olmaz. Tətbiq edilən tədbir sanki bir cərrah dəqiqliyi ilə seçilməlidir və yalnız zəruri olanı əhatə etməlidir. Və bu sadəcə bir hüquqi tövsiyə deyil, ha? Bu, birbaşa ölkənin ən ali məhkəmə orqanı olan Konstitusiya Məhkəməsinin qərarı ilə möhkəmləndirilmiş bir prinsipdir. Yəni, bu sitat çox açıq şəkildə deyir ki, mütənasiblik bizim hüquq sistemimizin təməl prinsiplərindən biridir və məhkəmələr bu prinsipi heç bir halda göz ardı edə bilməzlər. Yaxşı, bütün bu nəzəri məsələləri aydınlaşdırdıq. İndi isə gələk ən vacib hissəyə, praktikaya. Bütün bunları bilərək, məhkəməyə necə effektiv bir müraciət hazırlamaq olar?
Uğur şansınızı artırmaq üçün konkret hansı addımları atmalısınız? Bax, bu siyahı sizin üçün əsl yol xəritəsidir. Əsas qayda budur. Ümumi, mücərrəd ifadələrdən qaçın, konkret olun. Ola bilər ki, zərər dəysin yox, filan sənədə, filan hərəkətə görə bax belə bir real risk var deyin. Faktlar, sənədlər, real təhlükənin təsiri, bunları təqdim edin və sonda məhkəməyə təklif etdiyiniz tədbirin niyə həm effektiv, həm də ədalətli olduğunu mütləq izah edin. Məhz bu detallar sizin müraciətinizi digərlərindən fərqləndirəcək və güclü edəcək. Beləliklə, yekun olaraq deyə bilərik ki, müvəqqəti təminat tədbiri sadəcə bir hüquqi prosedur deyil, bu, uzun bir məhkəmə marafonunda hamının finiş xəttinə bərabər şərtlərlə çatmasını təmin etmək üçün basılan bir fasilə düyməsidir. Amma unutmayaq ki, bu düyməni basmaq böyük məsuliyyət və çox dəqiq bir balans tələb edir. Bu da bizə bir daha xatırladır ki, əsl ədalət təkcə yekun qərarda yox, o qərara gedən yolun hər bir addımında, hər bir detalında gizlidir.